Xankişi müəllimin ürəyi dolub. Canım, çox sağ olun, bir daha təşəkkür edirəm. Doğrudan da doğulandım. Xəyalım Qarabağa uçdu, istər-istəməz. Gözləriniz dolmuşdu. Bax, elə mən də istərdim ki, verilişimizin bu vədəsində çox adamlar gedə bilmir, çox adamın yadından çıxır, çox adamın yadından çıxmaq üzrədir. Amma heç zaman unutmaq olmaz doğma Qarabağımızı. Qarabağımıza həm dəyərli televiziya tamaşaçılarımızı, həm də elə sizləri bir xəyalən də olsa dəvət eləmək istəyirəm. Mən də bu 44 günlük müharibədən sonra öz ata-baba yurdumuzu ziyarət eləmək üçün rayona getdim. Qubadlıya. Rayonları gəzdim. Qubadlıya, eləmi? Bəli. Oradan da Həkəri çayı boyunca üzü Qubadlıya, Laçın tərəfə yol saldım. Öncə Qubadlıya məskən saldım. Qaçaq Nəbinin, Həcər xanımın yurdu, Sultan bəyin, Beşatlanlı Sultanın, Qaçaq Qəbilin, müasirlərimizdən Əliyar Əliyevin, Vasili Əliyevin, Aslan Atakişiyevin, Şükür Həmidovun vətəni Qubadlıya yollandım. Bizim kənd Laçına gedən el yolundan sağ tərəfdə dağlar qoynunda yerləşir. Düşündüm ki, kəndimizə gedim, öncə baş çəkim. Elə el yolundan aralanıb bir qədər getmişdim ki, baxdım, gördüm sağda, solda, orada söhbət edirlər. Oğlanlar yeyib içirlər, kimi qurşaq tutub güləşir. Sol tərəfə baxdım, düzünü deyim, başa aça bilmədim. İlahi, qız hansıdır, gül hansıdır, gülü qızından gözəl, qızı gülündən gözəl. Qızlar da pencər yığırlar orada. Nəhayət oradan bir balaca aralandım, kəndimizə tərəf yol götürdüm. Bir də gördüm, qabaqda anası, arxada da əskər kimi arxaya düzülmüş, çolpa balalar olan bir sürü kəhlik ardıcın cibindən çıxıb yolun bu tərəfinə tulvalığa keçdi. Doyunca baxmağa imkan vermədilər. Elə bir qədər də aralaşmışdım, gördüm ki, ilk dəfə də görürdüm. İlahi, necə də gözəldir. Baxdım, gördüm ki, bulağımın lap başında, meşənin qırağında dayanıb balaca bir durna balası. Əl atdım tutmağa, dostlarım qoymadı. Dedilər, sən Allah, ona əl vurmayla qadası, Qatardan ayrılıb durna balası. Bax, elə bu müvalla gedib çıxdım kəndə, böyük bir dastandır. İnşallah qismət olar, gələcəkdə bu barədə geniş məlumat verərik. Dastanı demək olar ki, danışdınız. Çox gözəl dastan idi, nəhayət gəlib çıxdım oradan, öz kəndimizə, Şəhriyar. Nə gözəldir, nə qəşəngdir ilahi. Nə gözəldir, nə qəşəngdir ilahi. Bu kənddən balı, qəndi gəlir. Mahal belə olar, kənd belə olar. Bu kənddən nə qəşəng kəndi gəlir. Yamacı yerində, yalı yerində, allı kəmələyin arı yerində, beçəsi yerində, balı yerində, bir kənddən ayırlar, nə qəşək kəndi gəlir. Lalə oradan, Nərgiz buradan boylanır. Lalə oradan, Nərgiz buradan boylanır. Yarpız oradan, yarpız buradan boylanır. Bənövşə də pünham boylanır. Bu kənddən ilahi, nə gözəl kəndi gəlir. Olmaz dumanından, olmaz çənindən, olmaz dağlarından, olmaz gülündən. Aldı Xankişinin ağrının əlindən, aldı Xankişinin ağrının əlindən. Bu kənddən ayırlar, nə qəşək kəndi gəlir. Bu kənddən nə qəşək kəndi gəlir. Kəndimizdən də aralanandan sonra elə geri Bakıya qayıtdım. Qayıdan zaman yolda Qarabağa həsr etdiyim bir şeir yazdım. İndi bu şeiri istəyirəm qulluğunuza yetirəm, dəyərli televiziya tamaşaçıları. Gəzib dolansam da cümlə cihanı, gəzib dolansam da cümlə cihanı, düzü Qarabağdan görməmişəm mən. Cənnət nədir o illərin yanında, düzü Qarabağdan görməmişəm mən. Təbibdir, Loğmandır bizim Kəlbəcər, dörd yanı kək odu, zirə, qan təpər, şəmşiri bəhmanı yetirməz bəşər, düzü Qarabağdan görməmişəm mən. Vidadi, səxavət, bir də ki sədi, qalacaqlar ürəklərdə əbədi, muğam məbədidir, sənət məbədi, düzü Qarabağdan görməmişəm mən. Qulaq assan mütəllimə, zülfiyyət, diz çökərsən min yol ağcəbədiyə, rəhmət xanəmiyə, Yaqub əliyə, düzü Qarabağdan görməmişəm mən. Bir məktəbdir, İslam, Dədə Süleyman, ağabala dinsə susar tar, kaman, məhəbbətin yeri Şəhriyar görünür yaman. Məhəbbətin yeri görünür yaman, düzü Qarabağdan görməmişəm mən. Beləcə Qarabağa olan səfərim sona çatdı, Bakıya qayıtdım.